Adətən sənətçilərimizin səsi sorağı restoranlardan, şadlıq evlərindən, təqdimat mərasimləri və sair yerlərdən gəlir. Amma bu dəfə Aynur Dadaşovanın səsi yox, məhz sorağı xəstəxanadan gəldi. Aynur, sənə söz verirəm ki, oradan çıxan kimi sənə bir dənə böyük göz muncuğu alacam. Cəmaat səni tərifləyəndə, deyəndə ki, ay qızım, qaşı da mənə gülürdün. Görsən, nəticə göz qabağındadır. Axır vaxtlar sənətçilərimizin yolu tez-tez xəstəxanalara düşür. Allah verdiyi sir-sifətlə kifayətlənməyən müğənnilərimiz öz bədənlərini böyük məmnuniyyətlə bıçaq altına qoyurlar. Tək ki, gözəl görünsünlər. Amma biz biləni Aynur Dadaşovanın bu mənada heç bir əməliyyata filana ehtiyacı yox idi. Bəs görəsən o niyə bu addımı atdı? Qaş düzəltmək əvəzinə vurub gözlə çıxardan müğənnilərimiz ona nümunə olmadımı? Bu yaşda risk etməyə dəyərdimi? Aynurun cərrahiyyə əməliyyatı keçirdiyini eşidəndə ağlımıza cürbəcür fikirlər gəldi. Bütün bunlara aydınlıq gətirmək üçün Aynurun həkimi ilə görüşmək qərarına gəldik. Aynur xanım bizim klinikə daxil olub qarnında olan kəskin ağrılarla, ürək bulanma, qusma əlamətlərindən klinik laborator müayinələrdən keçib və xəstəyə kəskin apendisit yerli peritonit diaqnozu qoyulub və xəstə endotraxeal narkoz altında əməliyyata götürülüb. Bunlar demək 2 gün yubadıblar. Yubaddıqlarına görə elə məhz ona görə də xəstədə artıq peritonitin 3-cü mərhələsi qangrenoz apendisit baş verib və yerli peritonit əmələ gəlib. Xəstənin hətta gələcək həyatı təhlükə qarşısına qala bilər. Belə ki, yerli peritonit ümumi yayılmış peritonitə keçə bilər. İndi hal-hazırda dünən də temperaturası var idi. Biz biraz qorxuya düşdük ki, ola bilər ki, infeksiya baş qaldırar, xəstənin vəziyyəti ağırlaşa bilər. Şükür yaxşıdır. İndi biz antibiotik terapiyası apardıq buna güclü. 2 gün hələlik təhlükə var, nəzarət altında qalmalıdır. Gəlin görək can yiyəsi özünü necə hiss edir? Evdə səhər tezdən hazırlaşdıq ki, gəzməyə gedirdik Qəbələ rayonuna ailəmizlə birlikə. Gördüm yerimin içindən qalxa bilmirəm. Heç özüm də bilmədim bu necə oldu birdən-birə. Çox pis ağrılar oldu, ürək bulanmam oldu. Çox pis hiss elədim özüm. Tez getdim aparata, İnanın ki, maşına da minə bilməzdim. O qədər güclü ağrılarım var idi ki. Güclə də belə 2 qat olurdu. Sürünə getdim, bitər mindim maşına, gittim aparata. Orada yoxladılar ciyəri, böreği, ödü, hamısı yerində. Bildirdilər ki, bəs kör bağırsaq apendisitdir. Nə qədər təəccüblü də olsa, əməliyyat prosesi musiqinin müşayiəti ilə keçib. Mahnı oxudu, arım barım pətəyim, mən də bir dənə dağlar mahnısı oxudum. Siz də oxuya bilirsiniz. Mən əməliyyat vaxtı ümumiyyətlə sevirəm ya oxumağı, ya da fit çalmağı. Orada bir həkim də var idi. O Qaragilə mahnısını ifa edirdi. Sonra həkim də Aynur mənsə əməliyyat edildi, mahnı oxuyacaq. Aynur halı nə qədər ağır olsa da özündə təpər tapıb müğənniliyi də yaddan çıxarmadı. Arım, bağım, pətəyim, gülüm, dalım, çiçeğim, bilsem ki öleceğim, yine seni seveceğim. 790 gün, 96 həftə, 192 veriliş, 750 saat çəkiliş, 79 metr video lent. Bəli, düz başa düşdünüz. Söhbət ATV Maqazinin 2 illik ad günündən gedir. Bizim bu balaca körpəmizi təbrikə gələnlər çox oldu. Lakin bu şad günümüzdə quru bir təbriki söyləməyənlər də tapıldı. Neyniyək, nə deyirəm ki, borclunun sağlığını istər. Təsəvvür edirsiniz də, getmək istədiyin məkanın 2 addımlığında olasan, amma özünü ora yetirə bilməyəsən. Bəli, gözlənilməz tıxac yarandı. Avtomobillərin hərəkəti dayandırıldı. Səbəb isə 2 ildir fəaliyyət göstərən ATV Maqazin verilişinə olan sevgidir. Əgər siz indiyə kimi məhəbbətin təsirindən yaranan tıxac görməmişdinizsə, buyurun tanış olun. Ad günümüzə toplaşan tamaşaçıların çoxluğu bura təşrif buyuran sənətçilərimizi də şoka saldı. В этот замечательный феерический день я просто в шоке. Я приехал сейчас после работы, уставший, опоздал, как всегда.
И я просто в şoke от того, как здесь много народу, как здесь весело и празднично. Biz özümüz bura güclə gəldik, keçdik. Yəni ki, doğrudan da çox sıxasıqdır. Demək, elə baxmayaraq ki, hava küləklidir. O deməkdir ki, bütün hamısı sizin verilişi sevir. Sevməsəydi bu qədər tamaşaçı bura toplaşmazdı. Açılışı etmək isə bizim boynumuza düşdü. Yəni bəndənizlə bərabər ATV mağazinin ilk aparıcısı Zümrüdün. Ad günümüzə sənətçilər ürək dolusu təbriklə gəldilər. Mağazin hər zaman birincidir. Mən onu ayrı cür təsəvvür də eləmirəm. Yəni birincidən də yüksəkdədir. Çünki çox böyük maraq doğurur bu veriliş. Ona görə bir gəlir superdən sonra. Bu super verilişdir. У вас все есть. Вы молоды, талантливы. Я желаю как можно больше совершенствоваться и долгих вам лет. Бесподобно развлекаются сегодня все, бесподобно все гуляют, бесподобные звезды сегодня. Так что поздравляю вас от duşu. Can sağlığı, uzun ömür arzulamaq istəyirəm. Həm sizin kanala, həm də sizin proqramlarınıza. Neçə belə bayramlara çıxasınız? Yaşayın. Çox güclü suallar hazırlayıram. Sözünüz uğurlu olsun. Yolunuz uğurlu olsun. Her zaman verilişiniz bakımlı olsun. İnşallah 3 yaşınızda, 5 yaşınızda ile beraber olaq. Я поздравляю очаровательного ведущего передачи «АТВ Магазин», самых доброжелательных журналисток, редактора этой программы. Kollektivə can sağlığı arzu edirəm və uğurlar. Biz sizi çok sevirik. Həqiqətən biz sizi çox sevirik. Bütün yaradıcı heyətə mən müvəffəqiyyətlər arzu edirəm. Əziz tamaşaçılar, birinci xəbəri əlbəttə ki onlar sizə getirirlər. Hərdən məni də yoldan çıxardırlar. Üzə demək olmasın, ATV Mağazin bugünkü show biznesin aynasıdır. Və qoyub baxmayanlar da baxsın və zamanın döyüzünə nəbzini bu kanalda və məhz bu verilişdə tutsun. Ürəkdən də. Bir söz yetər. Bir söz yeter, bir mahnı tabii ki yetmez. Yok, bir mahnı bu sigara, yandırak bir sigara, yandırak bir Pressure Slim. Öyle bilirsin deli divaneyim, aşıklarından biri ben de bir taneyim. Bundan sonra aha. Təbrik edən kim, mahnı oxuyan kim, hamının sevinci bir-birinə qarışdı. Bizi xeyli şad xürrəm görən elektrik enerjisinin birdən bizə paxıllığı tutdu. Zülfiyə xanım səhnədə olarkən işıqlar söndü, musiqi kəsildi. Bu vəziyyətdən isə müğənni məharətlə çıxdı. Canlı ifanın canı sağ olsun. Həsrət yağışı yenə yandı qəlbimə, damla göz yaşı axdı kirpiklərimə. Həmin gün Zülfiyə xanımın bizə olan sevgisinin bir daha şahidi olduq. Belə ki, işıqlar yanana qədər Zülfiyə xanım bizimlə qaldı. Şad günümüzə təşrif buyuran jurnalistlər də gecəmizə əli boş gəlmədilər. Belə ki, bizi show biznes və incəsənət aləmini işıqlandıran ən populyar proqram kimi qiymətləndirdilər. Həmişə olduğu kimi ad günümüzdə də obyektivlik prinsipimizə sadiq qalıb, sənətçilərimizə belə bir sualla müraciət etdik. Bugünə qədər bizdən bir inciliyiniz olubmu? Vallahi yox, qətiyyən yox. Mənim ümumiyyətlə jurnalistlərdən incili olmuram. Sadəcə olaraq ədalət tələb edirəm, amma siz nə qədər də kimsə desə də qalmaqallısınız, bilmirəm, dedikodu yayırsınız. Ədalət var. Mən bir dəfə inciliyim olub, bizdən intervyu götürdülər. Sonra biz televizora baxanda gördük biz orada yoxuq. Zəng vurduq Aygünə. На что обижаться? На то, что они от души, во-первых, радуют нас тем, что они есть, во-первых, дарят нам хорошее настроение, интересные передачи, интересную информацию. В конце концов, в шоу-бизнесе такая передача необходима. Mənim bu verilişdən incilim olmayıb, ola da bilməz. Çünki necə deyim, mənim populyarlaşmağıma da, mənim bu sənətdə addımlarımı iri şəkildə atmağıma da köməkliyi olub bu verilişin. Cəmi bircə dəfə olubdu. O da mən ilkinlə bir zarafat elirdim. Yaxşı ki tez onu götürüb vermişdilər. Biabır eləmişdiniz məni. Daha mesaj gəlməkdən ölmüşdüm. O nə sözdür? Heç mən o mənada inciklik olmadı. Sadəcə olaraq dəng oldum biraz. Başladılar cavan oğlanlar hamısı mənə mesaj göndərməyə ki, xoşum gəlir.
Sonra az qalmışdım gələm etiraf eləyəm ki, yox belə bu belə olur. ATV Maqazin doğrunu, dürüstü deyəndir. Yəni skandal olanda da özləri skandal yaratmırlar və özlərindən qoşub demirlər. Yəni özləri olan skandalı deyirlər və doğrunu deyirlər. Olub, dəfələrlə olub. İncili olmayıb. Siz nə deyirsinizsə düz deyirsiniz. Такого даже думать не стоит. Никогда не было и быть не может. Mənim heç vaxt sizdən inciliyiniz olmayıb. Allah eləməsin mən sizdən inciyim. Ne olursa da olup geçiptir. Zaman her şeyi halledir. Deməli qəlbdə kin olmayıbdı. Ona görə də indiyəcən bu məhəbbət, bu saf, necə deyərlər, ünsiyyət qalıb. Adətən əziz günlərdə küsülülər barışar. Biz də əmin olmaq istərdik ki, əgər sizin aranızda inciyib küsən varsa, onunla bugündən etibarən qoy bu incilikdən əsər əlamət belə qalmasın. Çünki necə deyərlər, show biznes elə Azərbaycanda da show biznesdir. Aha, növbə gəlib çatdı həftəmizin sualına. Sualımız isə bu dəfə belədir. Sizcə, bir saatlıq gözə görünməz olsaydınız, nə edərdiniz? Mən şəxsən bilirsiniz nə edərdim? Bir dəqiqə. Bax belə, mən yoxam. Gördüyünüz kimi, mən də gözü görünməz oldum. Nəysə, mən gedim həftəmizin sualını almağa, siz isə bizə baxın. Oo. Hamısını kim mənə pislik eləyib, mən də onlara pislik eləyərdim. Hamısını qorxudardım. Короче, belə bomba olardı ki. Zarafat edəməliydik. Bəlkə də bankı mən yarardım. Bəlkə də mağazini. Əgər mən bir gün gözünə heç görsənməsəm, mən dünyada ən rahat insan olardım. Həyat yoldaşımı götürüb Antalyaya uçardım. Heç olmasa bir ayda olsa orada dincələrdim. Bir saatlıq gözə, yəni nevidimka olsaydım, hə. Ne bileyim valla. Elə sual verdiniz ki. Bütün arzularım varsa onu yerinə yetirərdim gizlincə. Gedərdim bir ostrovda, ne deyirlər, ada, hə. Yəni istədiyim ada, hansı ki əl çatmazdı, qeyri-mümkündür ora getməyə. Yəni gedərdim oranı səyahət eləyib gələrdim. Qorxuram doğrudan da deməyə nə edərdim. Hələ o da pis bir şey eləməzdim də, yaxşı bir şey edərdim. Bir saat gözə görünməzdi. Arzu çoxdur ya, bilmirəm hansını deyim. Heç nə, yəqin ki rahatlıq tapardım da. Gündə o qədər, yəni işimlə əlaqədar, yəni problemlər, iş güc hamısı. İndi yəqin ki rahatlığı hiss eləyərdim. O kadar varyant var ki valla. Bankı yarmaq olar. Sonra şəhərdə sakit gəzmək olar. Vallahi bilmirəm. Fikrimə o qədər yılan qurbağa girir ki. Faiq qayb olmasaydım bankı yarardım valla. Görərdim harda kim kimə pislik eləyir, kim kimi döyür. Gedərdim onun qıraqdan bir şey götürərdim, elə başdan çırpardım, görməzdi də mən. Ya da gedərdim düşmənlərimi aradan bir götürərdim. Vaxtım olsaydı, bir saat ərzində, gözə görməyə adam olsaydım. Mən düşmənlərimi qorxuzardım. Bank yarardım, ola bilər. Naxadı bir dənə bank, 2 dənə də ləzzətli maşın. Mən çalışardım ki, insanlara o qədər yaxşılıq eləyim ki, Hacı Zəvavəddin Tağıyev kimi mənə də rəhmət oxuya bilsinlər. İsveç bankını yarıb, Azərbaycan büdcetinə köçürərdim bütün pulları. Mən qorxuram ki, mənim xoşuma gəliblər o və çalışacağam axıra kimi də gözə görünməz qalım. Var belə adamlar ki, hansı ki mənə deyirlər ki, sənsiz bir gün də yaşaya bilmərəm, sənsiz ölərəm də. Mən gizlindən onlara baxardım ki, görüm mənsiz ölürlər yoxsa, yəni dözə bilirlər yoxsa yox. Heç olmasa bir neçə gün gözə görünməz olaydı adam. Doğrudan da o deyənlərin o yalanını çıxartmaq üçün gizlindən baxardın ki, görüm mənsiz ölür yoxsa qalır. Bilirəm, indi bəziləriniz oturub istirahət edə-edə ATV mağazinə baxırsınız. Biz isə burada şikayətlənmirik. Bizim işimiz budur. Sizi əyləndirib, oradan-buradan xəbər çatdırmaq.